azadlıq, haqq ədalət uğrunda savaşımızın ilk şəhididir. Ondan sonra Azərbaycan 30 minə qədər yaxın şəhid verir. Əli və Bəxtiyar qardaşlarımız bunların ilk sarbanı olub. Biz şəhidliyi, torpaq uğrunda ölməyi son yaxın tariximizdə Əli və Bəxtiyar qardaşımızdan öyrəndik. Azərbaycan dövlətçiliyinin qurulmasında şəhid olan bütün soydaşlarımıza Allah'tan rəhmət diliyirik. Və bugün Əli qardaşımızın məzarı başında əziz dostlarımla bərabər Əli qardaşımızın qardaşı Arif müəllim də iştirak edir. Və bu bizim üçün çox həssas məqamdır. Çox duyğulu anlar keçiririk, çox təsirli anlar yaşayırıq. Ona görə də biz şəhidlərə sayğımızı, etibarımızı, mənəvi borcumuzu, vətəndaşlıq borcunun bir daha ənənəvi olaraq göstərmək üçün yenə Əli qardaşımızın qəbrini ziyarət edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yəni Qarabağ savaşı bizim üçün çox ağırlacılı oldu. Bütün Azərbaycan xalqı əzab çəkdi, itki verdi. Amma Ağdam daha çox bədəl ödədi. Bizim milli qəhrəmanlarımızın sayı, verdiyimiz şəhidlərimizin sayı, qazilərin, əlillərin sayı, bu rəqəmlər onu bir daha sübut eləyir. Ona görə də biz arzu edirik ki, gələcək nəsil heç vaxt azadlıq mücahidlərini heç vaxt unutmasınlar və Əlinin keçdiyi həyat yolu bizim gənclər üçün nümunə olsun. Torpaq o vaxt torpaqdır ki, vətənə çönür ki, onun uğrunda şəhid olmağa hazır olan oğlanları o var.